Salam əziz dostlar, mən Sultan. Bugün mənim xoşbəxt günümdür və sizlərlə bölüşmək istədim. Videolarımız daha yaxşı çəkilməsi üçün gördüyünüz kimi S25 Ultra aldıq və 1 TB-lıdır. Çox super, yəni qəşəng çəkilməsi üçün aldıq və S5 vlog çəkməkdən ötürü sallanmasın və kamera sabitləri ki aldıq gördüyünüz kimi. Bu da çalıcıdır, yəni quruluşu falan çalıcıdır. Bu da isə mikrofondur, 2 dənə mikrofon var, bir də qoşulması üçün bluetoothdur və SV vlogu məsələn çəkəndə qıraqlarda bir səs gəlməsin və mənim səsim yaxşı gəlsin deyə. Bu da isə kameradır, harasa gedəndə məsələn uzadıcı da var. Belə uzanır, çox da uzanır amma belə çox da uzanır. Yəni məsələn dağlarda çəkməkdən ötürü qəşəng görünsün və onda bir də ışığı da var. Birinci level, bu da maksimumdur. Bir də ayaqlar var, bunlar da açılır belə gördüyünüz kimi. Belə açılır, sabitləyirsiniz və video çəkə bilərsiniz rahatca. Bu da kamera tutucudur, yəni kamera tutur. Və bağlayaq dostlar. Bu da gördüyünüz kimi S25 Ultra'nın kablosu. Bizim aldığımız yazılıb. Mənim adım və qardaşım adı gördüyünüz kimi. Bu da elə bir bunun başlı olmadığı üçün bunu əlavə etdik. 45 Watt'lıq, yəni güclüsüdür bu. İndi bu da elə bir telefonun arxa qoruyucusudur və rəngbərəngdir. Belə yəni rənglər görünür. Bu da adaptör hissəsi, yəni toz girməsin deyə bu da qoruyucusudur. Bu da su keçirilməyən ekran qoruyucusudur. Arxada yazılıb ki, barmaq izi çoxlu olmayan və təmiz, bir də toz qoruyan, bir də su olmayan, bir də şua dəyməyən. İndi gördüyünüz kimi S25'i açılışına çəkək. İndi açaq belə. Açdıq. Alt hissəsində açaq. Açırıq və telefonumuz gəldi. Gördüyünüz kimi belədir. Dostlar, biz bu gold rəngini də aldıq. Çünki çox maraqlıdır. İndi açılış eləyək. Ləzzət elədi. İndi açaq dostlar. Dostlar, mən də bu sizin haqqında izahayım. Bu telefon 1 TB-lıdır və 4 və 8K çəkilir və 60 fps. Yəni bu kamera kalitəsi çox super olacaq. İndi açılsın. İndi açılır gördüyünüz kimi. Burada da qələmi var, adaptör hissəsi var. Burada səs yeri var. İndi Azərbaycan dilində eləyək dostlar. Etdik. Başına basırıq. İndi bu hissəsi, yəni Gmail falan, şifrən falan, hər şey yazmalıyıq deyə biraz vaxt alacaq. İndi gördüyünüz kimi burada telefon adaptörüdür. Bu isə bilirsiniz nə deməkdir? Yəni bu telefon qoruyucusudur. Yəni belə qırılmasın falan eləsin. Bu da əslində normal belədir. Göstərim sizə. Çox təşəkkür edirəm məni izlədiyiniz üçün, vaxt ayırdınız və çox dəyərlidir bu mənim izlədiyinizə görə. Çox təşəkkür edirəm. Yenə də like atmağı və abunə olmağı unutmayın. Sağ olun dostlar.